Esselamu Aleyküm ve Rahmetullah ve Berekatuhu değerli izleyiciler. Elhamdülillah sizleri hoş gördük. Değerli izleyiciler, ben apteka gittim, Baytar aptekinə. Vital 140 yok idi. Ben onun əvəzinə başka bir vitamin aldım. ADY adlı vitamindir. Yani paketli, içinde 100 gramdır, üstünde yazılı ADY. O vitamin al, o paraşoktur. İnşallah ben size gösteririm değerli izleyiciler. Deməli değerli izleyiciler, paketteki paketin bütöv almadım, 50 gram aldım. Çünkü paketi götürmedim. Üstünde sadece yazdım ADY. Deməli 1 gram paraşok 1 litre suya gedir. Yani ben 1 litre su düzəlmirəm. 12 saat ərzində mənim təxminən bildirsin cücələrim 2 litre su içir. Bax bu qədər dəyərli izləyicilər. Diqqətlə baxsanız görəcəksiniz. Bax qaşığın üstü sirilmiş 2 gram edir. Bir balon götürmüşəm. İçinə 1 litre su əlavə etmişəm. 1 litrdən sonra tökürəm ora 2 gram dərmanımızı gördünüz. Üstünə təzdən əlavə edirəm 1 litre suyumuzu. Bu elədi 2 gram. İnşallah su tökməmişdən qabaq dərmanı ora əlavə etməyin. Çünki dərman gedir ilişir, gedir yatır balon dibinə. Sonra həll etməyi biraz problem yaranır. Fikir verin, həll olundu. Biraz da qarışdırırıq. Bu artık oldu, həll olunmuş bizim ADY vitaminimiz. Və bunu bura əlavə edirik. Yəni mən keçmiş videolarımda dərman haqqında, başqa dərman haqqında danışmışam. Amma mənim izləyicilərim deyir ki, görüntü göstərin ki, necə düzəldir. Burada bir problem yoxdur, çətin bir şey yoxdur. Çünki hamısını bilirsiniz ki, dərman necə verir. Amma yenə də özümə borc bildim və öz bildirçilimə vermək qaydasını sizə göstərdim. Bax belə dəyərli izləyicilər, yenə xatırladıram, dərman, bu ADY dərman içində D vitamini olduğuna görə 24 saatdan sonra D vitamini öz təsirini itirir. Çalışın belə deyəndə hətta vacibdir. 24 saatdan artıq su qabaqlarında qalmasın, dəyişin. İmkan olsa, imkan qədər 12 saatdan bir vitamini dəyişin. Ümumiyyətlə bütün vitaminlər demək olar əsasən D vitamini. D vitamini, ADY vitamini bizim quşlarımız üçün vacibdir. İndi mən xatırladım ki, A vitamini ne üçündür, Y vitamini ne üçündür, D vitamini bilirsiniz. Mən bunu keçmiş videolarımda çəkib sizinlə paylaşmışam. İnşallah gələcəkdə bu vitaminləri ayrıca sizinlə paylaşıb, çəkib sizinlə paylaşacağım. Bax belə dəyərli izləyicilər, İnşallah mən su qabını oraya qoya bilməyəcəm. Çünki tək əlinə alınmır o bankanı çevirmək. Değerli izleyiciler, zəhmət olmasa abone olun, abone olmayanlar mənə dəstək olun. Bəyənsəniz çox xoş mənə olar. Komentariya en azından yazın orada. Maşallah, elhamdülillah. Yani çətin bir şey yoktu inşallah. Kim ne xeyrə can atarsa Allah da onu o xeyrə müvəffəq edər. Allah'a emanet olun. Esselamu Aleyküm, Rahmetullah, Berekatuhu.